Amma çox vulqar giyinmişsən efirdə. Bilmirəm, efirlərə az çağırırlar, səni dəvət edirlər deyə. Sinin demək olar metri yarım bayırdadır. Və bu günləri bir dəqiqə öz geyimimdən rahatam, Tolik. Sevin, sən öz geyimdən rahat ola bilərsən, bura televiziyadır amma. Sən televiziyaya gələndə, mənim şəxsən efirimə belə gələ bilməsən, səni efirdən qaytararam dala, kimliyindən asılı olmayaraq. Çünki bu günləri İsa Şükürov Space televiziyasında elə verişlərdən biridir ki, o həmişə səliqəli verişləri ilə seçilən olduğuna görə, bugün sənin bu vulqar geyimin İsa'nın əsəbinə toxunmaqdan başqa bu dəqiqə sosial şəbəkələrdə gündəm olub. Amma bu sənin üçün xeyirdir. Çünki sən ümumiyyətcə reklama gəlmişsən, düz eləmişsən. Müğənnilər reklama gəlir. Amma mən düşünürəm ki, efirlərin də bir-birindən fərqi var da. Misal üçün Space televiziyası ailə kanalıdır. 28 illik kanaldır. Bütün ölkədə və dünyada göstərilir. Məncə sən günorta verilişi yəni bu axşam verilişinə daha uyğun olardı. Çünki çox vulqardı geyimin. Sən rahat ola bilərsən. Yeni il havasında bir veriliş olduğu üçün.